Azərbaycan xalqı, Sevinç xanım, bizim işimizin biri Azərbaycan xalqını Quranla tanış eləməkdir. İnanın bizim xalqın, bax bir müəllim olaraq sizə söyləyirəm, bizim xalqın ən gözəl cəhətinin biri budur ki, bu gözəl xalqın, bu şərəfli xalqın ən gözəl cəhətlərindən biri budur ki, Azərbaycan xalqı elmə, təhsilə çox önəm verir. Mən buna əminəm ki, Azərbaycan xalqı Quranla tanışsa, Quranı sevsə, öyrənsə, görsə, Qurana aşiq olacaq. Maalesef bu aralara o kadar mezhepçilik, yalan, xurafat, cehalet doldurublar ki, insanların Kur'an'dan haberi olmadığına göre o xurafəni təbliğ eləyənlərin de güya bu din olduğuna inanır, yani elə düşünür. Aralarına dindən məsafə qoyurlar. Bax, sorğunun nəticəsini mən sizə deyim, insanların dindən soymasının səbəbi birinci yerde birisi nədir? Türkiye'de keçirilmiş sorğun nəticələrini sizə deyirəm. Birinci yerde temsilçiliktir. Yani din adamları özlerini Kur'an'ın buyurduğu kimi aparmırlar. İnsanlar deyirlər ki, bu dini təbliğ edən adam bundan ibarətdirsə, bu yalancıdır, bu saxtakardır, insan haqları